Bunu Dağıstanlı bir qardaşın söhbətindən eşitdim. Qardaş deyir ki, Ümrə ziyarətindəydim. Kəbəni təvaf əsnasında qara dərli bir müsəlman qardaşının yanından keçirdim deyir. Və onun əllərini qaldırıb içdən hönkürərək, möhkəmdən ağlayaraq, "Ya Məlikil Mulk, ey mülkün sahibi olan, ey mülkün sahibi olan Allah" deyərək öz dilində dua etdiyini gördüm. Və deyir, təvafıma davam etdim, növbəti saya getdim. Və yenə növbəti sayda gəlib bunun yanından keçərkən yenə gördüm ki, bu adam əllərini qaldırıb möhkəmdən hayqıraraq, ağlayaraq "Ya Məlikül Mulk, ey mülkün sahibi olan Allah" deyib öz dilində dua edir, ağlaya-ağlaya. Və deyir, çox təsirləndim, durdum bunun yanında. Mən də əllərimi qaldırdım, o nə dua etdisə öz dilində, mən də əmin dedim. Və sonda əllərimi qaldırıb Allaha dedim, "Ya Rabbi, mən bu qulunu tanımıram, ya Rabbi. Amma sənin izzətinə and olsun ki, əgər bu qulun mənim qapıma gəlib tanımadığım halda məndən bu qaydada ağlayaraq nəsə istəsə, ya Rabbi, izzətinə and olsun ki, onu verərdim ona. Ya Rabbi, sən mülkün sahibisən, Allahım, onun istədiyini ona ver." Və beləcə dua etdim onun üçün. Və çox təsirlənmişdim deyir. İndi ya Rabbi, biz də sənə əllərimizi açıb, "Ey Məlikil Mulk, ya Məlikil Mulk, ey mülkün sahibi olan Allah" deyərək dua edirik, ya Rabbi. Ya Rabbi, sən bizim günahlarımızı bağışla, ya Qaffur olan Allah. Allahım, sən bizi bağışlamasan, ya Rabbi, biz həlak olanlardan olarıq, Allahım. Ya Rabbi, bizə bu dünyada, ya Rabbi, müsəlman kimi yaşayıb, müsəlman kimi bu dünyadan köçməyi nəsib et, ya Rabbi. Dünya üzərimizə gəldi, ya Rabbi. Sən bizi bağışla, Allahım. Bizim canımızı xeyir üzərində bu dünyadan köçərkən xeyir üzərində al.